zəhməti salxım-salxım doldu səbətə. Burada topladığı neymətdən qonşuya pay aparılanda təkcə meyvə deyil, kəndin bütün səmimiyyəti bir həyətdən o birinə daşınır. Hasarın o tayında samavarın buxarı göyə qalxır. Kənd sakinlərinin qonaqpərvərliyi isə məni çağırır. Bax, beləcə başlayır qızlağac hekayəm. Səlminaz xala. Ay Səlminaz xala. Ay salam aleyküm. Xoş gəlmisiniz. Necə Səlminaz xala? Çox sağ olun. Üzüm dərmişdim. Dedim sizin payızı da gətirim. Çox sağ olun. Səbəti verim sizə, mən qaçım. Hə, yox. Hara gedirsiniz? Hazır çayımız var, samavar çayımız. Bir stakan iç. Nələrin çayından? Elə içərəm. Hə. Qızlağacda qapı döyüləndə xoş gəldin sözü boş yerə deyilməz. Hər dəvət könüldən gəlir. Səlminaz xalanın dəvəti də yerinə düşdü. Sabahdan bəri çay içməyə macal tapmamışdım. Ayfəm, istərdik ki, tanışlığınızdan danışasınız mənə. Mən çox üzr istəyirəm. Bizim elə vaxtımızdır ki, o tanışdığımızı danışmağa biraz çətinlik çəkirəm. Unutmuşsunuz artıq. Yox, unutmamışam. Lap belə nöqtəsinəcən, dəqiqliyi ilə deyə bilərəm. Amma ki, cavanlardır, biraz alınmır, belə yaşımıza uyğun. Ən sevdiyim xüsusiyyət budur. Ki, keçmişdən, bax, öz şəxsi həyatlarından danışanda onu o qədər ehtiyatla danışırlar, ehtiyatla dilə gətirirlər. Və bu keçmişdəki insanların, keçmişdən daşıyıb bax sizi kimi ağsaqqalların bugünə gətirdiyi çox gözəl bir məncə ənənədir ki, o abır, həya, məsələn, övladınız burada oturub onun yanında danışmadınız. Dediyinizdə həqiqət var. Bizim bu rayon yerində daha doğrusu və yaxud da ki, bizim öz nəslimizdə belədir ki, yəni ata-ana, valideyn, böyüklər adətən evladına kimi məsləhət görürlərsə, deyir ki, bala, biz məsləhət görürük ki, bu qızla ailə həyatı qur. Bax, bəlkə də uzun ömürlü evliliyin elə sirlərindən biri də budur. Bax, böyüklərin xeyir duası. Bəli, ancaq xeyir duyu ilə ailə qurulursa, deməli, elə bir ki, bir kiçik dövlət qurulur. Əgər orada uşaq dünyaya gəlirsə, bu da həmən dövlətin himnidir. Kəndin köklü, sayılıb seçilən ailələrindəndir Mirzəyevlər. 55 ildir ömür yolunda birlikdə addımlayırlar. 7 arxa nəsil dönəminin Qızlağacda doğulub böyüdüyünü deyir Arif əmi. İllərlə kəndin uşaqlarına fizqanı öyrədib. Amma onun əsl dərsi torpağa sədaqət, yurda bağlılıq, əməksevərlik, ailə birliyi olub. Böyüklərin sözü hər zaman mayaqdır Qızlağacda. Bu kəndin gücü də elə bundadır. Nəsildən nəsilə ötürülən zəhmət və əxlaq mirasında. Həyatımdan çox razıyam, peşman deyirəm. Allaha min qədər şükür. Uşaqlarımı da mən elə tərbiyələndirmişəm ki, əməksevərliyə uyğunlaşsın. Burada yoldaşların çoxu deyərdi ki, Arif elə bil uşağın zülümkarıdır, ağır işlədir, nə bilim, heyvan saxlatdırır, çöldə. Amma görürsünüz, indi nəticəsini görürsünüz. Nəticəsi də odur ki, Allaha çox şükür ki, təsərrüfata bağlı övladlar yetişdirilmişsiniz. Mənim kimi təsərrüfata bağlıdır. Mənə icazə verin, mən hamma sahəsinə gedilmək istəyirəm. Get. İstərsiniz? Yersiz qalmasın da. Hava bulutludur inşallah. Yığım prosesinə hazırlıq mərhələsində və yağış biraz gecikdirir, amma
demək olar ki, pambıq yetişib. Yaxın günlərdə pambıq dərgisinə başlayacaq. İstəsiniz maraqlı olsa, dəvət edirəm sizi də. Mənə maraqlıdır. Buyurun gedin. Gedək. İcazənizlə. Çox sağ olun çaya görə də. Bugün göy üzü yaman buludludur. Yağış pambığın yığımını bir qədər gecikdirəcək deyir Emin. Amma ümid etmir. Aylardır səbirlə gözlədikləri bu anı yüksək nəticələrlə başa vuracaqlarına əmindilər. Çünki kəndli yaxşı bilir. Torpaq alın tərini zayi etməz. Bunları müzakirə edə-edə gəldik Qızılağacın nümunəvi pambıq tarlasına. Emin hərbi xidmətini başa vurub, kəndə qayıdandan ağ qızılın becərilməsi ilə məşğuldur. İllərlə qazandığı təcrübə onu işinin ustasına çevirib. Becərmənin son mərhələsi başa çatıb. Növbəti mərhələ deməli defolyasiya deyirik biz. Yarpağın belə deyək, pambıq sahəsi dərmanlanacaq. Həmin o dərman bu yarpağa təsir göstərəcək və nəticədə yarpaqlar tamam töküləcək. Yalnız qalacaq bu pambıqlar. Ağ pambıq, bəli, pambığın özü. Sonra deməli növbəti mərhələdə aqreqat müasir kombaynlarımız var. Həmin müasir kombaynlarla burada yığım işlərini aparacaq inşallah. Əl dərgisi də olacaq, əl dərimi də olacaq. Amma əl dəriminə bir o qədər üstünlük demək olar ki, vermirik. Əsasən texnikanın gücündən istifadə edirik. Nə qədər məhsuldarlıq gözləyirsiniz bu? Təxminən 40 sentiner inşallah olacaq. Maşallahı bol məhsulumuz var gördüyünüz kimi. Məsələn, bax bu əlavə, bax bu açan pambıqlardan əlavə, bax təxminən bir 5 sentinerdə bax bu hissədə məhsulumuz var. Bax bunu da gözləyəcəyik. Bunun da açılışını gözləyəcəyik. Ondan sonra yığımı həyata keçirdəcəyik. Bax fikir verdiyiniz kimi ən azından 7-8 sentiner bax bu hissədə məhsul var. Keçən il nə qədər olub məhsuldarlıq? Keçən il məhsullarımız təxminən bir 35-30 sentiner olmuşdu. Amma bu il maşallahı ümumi, yəni bizim səlyan üzrə məhsuldarlıq yüksəkdir. Yüksək gözlənilir. Bəli, yüksək gözlənilir. İnşallah nəticədə də ona şahid olacaq. Çünki bu il bizim öz aramızda dediyimiz kəlmə var da, bu il pambıq ilidir. Yəni hava şəraiti, əsasən bu pambıq istini sevən bitki olduğuna görə, bu il havalar isti keçdiyinə görə biz o ziyanverici sofkalar deyirik. Sofka da az oldu. Ümumiyyətlə ildən ilə insanların təcrübəsi də artır, fermerlərin təcrübəsi də artır. Özü çox təmiz məhsuldur, fikir verin. Həm təmiz məhsuldur. Bu günləri istifadə etdiyimiz o sintetik materiallardan olan belə deyək, insanlara nə qədər mənfi belə deyək, təsirləri var sintetik materialların. Amma bu pambıqdan toxunan ipliklər, onlardan istehsal olunan köynəklər, şalvarlar tamam fərqlidir. Ekoloji cəhətdən, insanın o sağlamlıq cəhətdən tamamilə fərqlidir. İndi bu gün şükürlər olsun ki, izləyirik Xankəndində Özbəkistanın dəstəyi ilə böyük, deməli, sıfır məhsulundan, belə deyək, pambığın əvvəlki halından son köynək halına qədər hazırlanan müəssisə qurulub. Bizi çox sevindirir ki, və arzumuz olur ki, həmən o müəssisələr çoxalsın, bölgələrdə olsun. Artıq istehsal çeviririk. Bəli, bəli. Deməli, bölgələrdə də olsa, siz təsəvvür edin ki, nə qədər həm əhalinin məşğulluğunun daha da şaxələnməsinə, daha da belə deyək ki, şübhəsiz ki, qazanc artdıqca bizə verilən, bizdən də bu qəbul məntəqələrində götürüləndə onun qiymətində də fərqlər mütləq olacaq, müsbət mənada. Bizdə ümumiyyətlə pambığın keyfiyyəti necədir? Çox yüksək səviyyədə. Bizim pambığın mahlı halına çevrilir də, belə deyək, zavodlarda biz toplayıb təhvil veririk zavodlara, məntəqələrə. Məntəqələrdə də bu istehsal olur, mahlı halına çevrilir. Əsasən xaricə satılır, mahlı halında satılır. Keyfiyyət də çox yüksəkdir. Türkiyə bizim məhsulu sevə-sevə alır. Pambığın bu qədər proseslərdən keçdiyini bilmirdim. Sağ ol ki, məni də gətirdin bura. Və canlı-canlı görmüş oldum. Bax, biz əkin sahələrini də, həm də ki, sizin işinizin mahiyyətini tam anlamış oldum.
qadın əlləri də hər zaman iş başındadır. Bir parça parçadan paltar biçən, tikən, gəlin gəldiyi evinə də bu sənəti özü ilə gətirən qadınlar. Gülarə xanım deyir ki, dərzilik heç vaxt tərk etmədiyi bir sevdadır. Bugün kənddə dərzi azalsa da, o işinə sadiqdir. Çünki hər tikilən paltar Qızılağacın yaddaşına bir ilmə kimi vurulur. İndi ətəyin tikirsiniz. Bəli, indi ətəyin tikirəm, qutarıram, qutarmaq üzrəyəm. Çoxdan məşğulsünüz bu işlə? Bəli, çoxdan. Bir 27 il var. Ay maşallah. Tikirəm. 27 ilin dərzisi. Hə. Kəndi Əvvəl Biləsuvar rayonunda yaşayıram. Atam evi orada olub. Biləsuvardansınız. Orada tikmişəm. 10 il orada dərzi işləmişəm. Sonra bura gəlmişəm. Burada da elə bir sanki sənətimi sevdiyim üçün davam elətdirirəm burada. Gəlin gələndən sonra da davam elədiniz. Davam elətdirmişəm. Belə çətin olmadı ki, bax yeni təzə gəlin, ailənin qayğıları, bax bunlar bir-birini uzlaşdırmaq. Yox. Onlar imkan yaratdılar, şərait yaratdılar. Mən bu işdə gələn vaxtına sənətimlə məşğul oldum. Gözəl sənətdir. Hə, çox. Elə bilirsən ki, boş vaxtımı sərf eləyirəm də, elə istəmirəm ki, belə sakit dayanım. Amma istəyirəm ki, nə isə eləyim, nə isə tikim, yaradım, xoşlayıram. Sənətimi çox sevirəm. Heç olub ki, məsələn, tikimisiz paltarama alınmayıb? Yox, elə bir işim olmayıb. Elə nə isə, həmişə bu peşəmə çox ciddi yanaşmışam. Yəni, məsuliyyət hiss eləmişəm özümdə ki, bunu mən qəşəng tikib verməliyəm ki, neçə ilin mən dərzisiyəm. Ona görə istəmirəm, amma hörmətim də var. Çox istəyirlər ki, tikdirsinlər. Düzdür, indi hazır geyirlər, hazırdır qabaqqa dövrə baxanda. Amma indi bəzən görsən ki, elə tikdirənlər axıra kimi elə gətirirlər. Əvvəlki elə bir klientlərim var. Tikdirirlər, indi sifariş? Sifariş yaxşıdır, pis deyil. Tikdiyim paltarlara da cavab verirəm. Yəni, nə yaxşı ki, hələ də paltar tikdirməyi sifariş eləyənlər var. Hə, var. Çünki dərzilik sənəti də fikir verirəm ki, bir sıra sənətlərlə yanaşı, bax, dərzilik sənəti də sıradan çıxır elə bil ki. Hə, olur. Görsən ki... Əvvəllər dərzilər daha çox idi. Çox idi. İndi elə bir, bu yaxınlarda deyərəm ki, barmaq sayınla var dərzi. Bu boyda kətdə, məsələn, Səlyan rayonun Qızılağac kəndində deyərəm ki, barmaq sayı 3-4 dərzi qalıb. Dövlət məşğulluq xidmətinə müraciət elədim, sağ olsunlar. Bir il ərzində növbəyə saldılar və bunları mənə verdilər. Bu avadanlıqları sizə dövlət məşğulluq xidməti verib? Bəli, bir ildir bunu veriblər. Mən çox razıyam. İşlərim də bundan yaxşı gedir. Çox xoşum gəlir ümumiyyətlə dərzilik sənətindən. Bibim də, biz uşaq olanda bibim məşğul olurdu. Kiçik bibim dərziliklə məşğul olurdu. Belə otururdum, xoşum gəlirdi onun əl işlərinə baxmağa. Bizə də çox xeyli paltar tikərdi. Amma dərzilər deyirlər ki, hamı üçün paltar tikirlər, amma özlərinə vaxtları olmur. Düzdür. Orası düzdür. Tikməyə vaxtımız qəti olmur özümüzə. Salyanın bu gözəl kəndində qızla bərabərdir. Torpaq o qədər bərəkətlidir ki, insanlara bir dəqiqə belə boş qalmaq şansı vermir. Əkirlər, becərirlər. Şoran torpaqlara can vermək onlara asan başa gəlməyib. İllərlə çəkilən əziyyətin bəhrəsidir hamısı. Qərbi Azərbaycanın Vedi mahalından da Aydın əmi. 1948-53-cü illər deportasiyasının qurbanlarından da ailəsi. Bu kənd onlara yeni yurd olub. Saldıqları bağda dolaşdıqca anlayırsan, hər şeyin fövqündə əmək dayanır. Zəhmət bu torpağın qanunu, kəndlinin isə şərəfidir. Dolu salxımdır. Ay, necə gözəldir. Ay, maşallah. Çox qəşəngdir Salyanın üzümü. Gözəl üzümlərindən biridir.
Bu hansı sortdur? Dərbəndi. Dərbəndidir bu. Dərbənd. Salyanda neçə cür üzüm sortu var? Çox. Ağadayısı var, çilək üzüm var, dərbəndi var, kişmişi, dərbəndi var elə belə mürəbbə üçün. Hər cürəsi var. Bax, kənddə həyatınızı necə qurmusunuz? Nə işlə məşğul olursunuz? Özüm bərbər işləmişəm. Bir də ki, kənd təsərrüfatı. Bağınızı gəzdikcə hiss eləyirəm ki, bax bu bağban işlərinə, bağ işlərinə çox böyük marağınız var. Deməli odur ki, bizim bu Qərbi Azərbaycandan gələnlərin əsas işləri bunlardır. Göydü, meyvə, əkmək, becərmək. Rayonun ən gözəl kəndlərindən biri Qızıl Ağacdır. Yəni öz təsərrüfatına görə, öz insanlarına görə. Ümumiyyətlə Salyan cəmaatı çox mehriban cəmaatdır. Və bu kənddə də o mehribanlıq hiss olunur. Aydın, bax burada neçə növdə üzüm adı çəkdiniz də, sortunun adını çəkdiniz. Bunlar nəyə görə fərqlənirlər bir-birlərindən? Həm görünüşünə görə, həm tamına görə. Bax bu görünüşdə biz üzüm görəndə bilirik ki, bu dərbəndi sortudur. Bu dərbəndini, bunlar əsasən mürəbbəyat bişirirlər. Ən gözəlliyi mürəbbəyat çıxır. O biri sort görsən, o biraz tez yetişib, tez solandı. Sonra o birisi var, o da hərəsinin özünün öz gözəlliyi var. Mən yaşlı sakinlərlə söhbət eləyəndə dedilər ki, vaxtı ilə burada, yəni üzüm o qədər bol idi ki, bizim şirəxanalarımız var idi, kürəxanalarımız var idi. Siz bax o dövrü görmüsünüz? Mən görmüşəm yaşlı qadınların doşab çəkməyi. Doşab düzəldiblər, doşab çəkiblər. Bizim də yaşlılarımız eləyiblər hamısı, ancaq biz indi onlardan istifadə eləmirik. Artıq yəni o ənənə sıradan çıxır. Doşab, ən gözəl şey doşabdır. Biz indi gətirirlər, biz onu alırıq. Ancaq bizim özümüz çəkçüyü. İndi mən bundan sirkə çəkəcəm. Bunları yığacam qabağa, xarabları. Olacaq sirkə. Daha öz sirkəmizdən istifadə edəcəyik. Daha o alınma yox, özümüz içindən. Özünüz istehsal edirsiniz. Yəni bu bağı gəzdikcə də gördüm ki, bütün tərəvəzlərdən demək olar əkmisiniz. Meyvələriniz var. Bağa necə qulluq eləyirsiniz? Bax bu boyda bağı saxlamaq biraz çətindir. Mənə çətin gəlir. Sizi deyə bilmərəm. Bax necə saxlayırsınız bu bağı? İşləmək lazımdır. O üçün işləmək lazımdır, əziyyət çəkmək lazımdır. Hər şeyin başında əmək durur. Bəli, işləmək. Kəndin növbəti hekayəsi arıların qanadlarında gizlənib. Balın şirinliyi sadəcə təbiətin yox, insanın da zəhmətinin bəhrəsidir. Salyanın havası arıçılıq üçün əlverişli imiş. Əvvəllər inanmayıblar. Amma bugün kəndin arıxanalarının bal ilə dolduğunu görüb həvəslənirlər. Arıçılıq torpağın, çiçəklərin və insanın dostluğuna çevrilib Qızıl Ağacda. Salam, xoş gəlmişsiniz. Buyurun. Gecikmədim. Yox, tam vaxtında gəlmişsiniz. Buyurun. Başlamısan deyəsən. Bərəkətli olsun. Çox sağ olun, minnətdarım. Bu nədir belə? Balın möhrüdür. Yəni ki, şanda olan möhrüdür. Bu möhürlənəndə artıq bal hazırdır. Bəli. Bu arı tərəfindən möhürlənəndən sonra bal tam yetişmiş sayılır. Və süzüm prosesində biz bunu təmizləyirik, möhürlərin. Arıçılıqda bal arının ən son məhsulu hesab edilir. Baldan qabaq, yəni daha faydalı arının bir neçə məhsulu var ki, məsələn, arı südüdür, vərəmumdur, güləmdir. Bunlar hamısı insan orqanizmi üçün çox faydalı məhsullar hesab edilir. Və biz bu məhsulların da istehsalı ilə məşğuluq. Vərəmum budur, hə? Vərəmum təbii antibiotikdir, bax budur, bu hissədir. Arı bunu sirkələnməsin deyə, yəni ki, bu çərçivələr bir-birindən aralanmasın deyə, bunları bir-birinə yapışdırır bunu. Və qutunun içərisini tam deməli, vərəmumla suyurlar ki, qırağıdan içəri viruslar girməsin. Möcüzələrdən biri də odur ki, şan möhürlü vaxtı heç vaxt axmır. Amma buna müdaxilə eləyəndə, yəni ki, möhürün qopardanda bal bu şəkildə axmağa başlayır. Və biz bu deməli, süzüm aparatının içərisinə bunu yerləşdirəcəksiniz süzüm aparatının içərisinə. Yerləşdiririk
3 dənə çərçivəni bura yerləşdirəndən sonra bunu fırladıram. Və fırlananda bal çırpılır bunun divarlarına. Baxın. Orada görkəni var. Baxın. Süzüm prosesi belə aparılır. Bəli. Balın süzüm prosesi bu şəkildə aparılır. Möhürlər İlk asılır. dəfədir görürəm bu prosesi. Bəli. Bal görürsünüz çırpılır divarlara və süzülür aşağı hissə. Zamanın arxasınca qaçmayan, zamanı özü üçün saxlayan bir kəndin hekayəsini dinlədim. Torpağa, yurda sonsuz sevginin şahidi oldum. Addımlarım asta-asta torpaq yola qarışır. Diqqətimi qarşıdan gələn məktəblilər çəkir. Onlara qucaq açıram. Qızılağacın mənə açdığı kimi. Qaçaraq üstümə gəlir. Saf uşaq sevincləri ilə mənə sarılırlar. O an anlayıram. Bu torpağın ümidini, bu yurdun gələcəyini özlərində daşıyan bu körpələrdir. Yavaşca ayrılırıq. Onların gülüşləri arxada qalır. Mən isə növbəti hekayəni dinləmək üçün yola çıxıram.